Ağzı açıq olan nazik borunun aşağı hissəsində müəyyən hündürlükdə hava sütunu, onun üzərində isə 760 mm hündürlükdə civə sütunu vardır. Borunu ehmalca şaquli oxdan 60 dərəcə meyl etdirdikdə aşağıdakı havanın təzyiqi neçə dəfə və necə dəyişəcəkdir. Normal atmosfer təzyiqi P0-dır. Civə borudan tökülmür, temperatur sabitdir. Deməli, aşağıdakı havanın üzərinə həm el hündürlüklü civənin, həm də ağzı açıq səthdən atmosfer havasının təzyiqi düşür. Deməli, ağzı açıq səthdən düşən atmosfer təzyiqi P0. Burada civə sütun hündürlüyü 760 mm-dir. Onun da yaratdığı təzyiqin 1 atmosfer qəbul etsək, onda bu aşağıda havanın üzərinə düşəsi təzyiq, dolayısıyla da havanın təzyiqi 2P0, 2P atmosfer qədər olmuş olacaq. Boru şaquli vəziyyətdən meyl elətdirildikdə 60 dərəcə artıq civə sütunun hündürlüyü el qədər olmamış olacaq. Burada artıq civə sütununun hündürlüyü, bax bu H qədər olmuş olacaq. Buradakı bucaq 30 dərəcə olur. Onda bu bucaq da 30 dərəcədir. 30 dərəcəli bucaq qarşısındakı katet, yəni təzyiq yarada biləsi hündürlük hipotenuzun, yəni elin yarısı qədər olmuş olacaq. H bərabər olacaq el bölü 2-yə. Artıq həmin 760 mm hündürlüklü civə 760, yəni el qədər yox, el bölü 2 qədər təzyiq yaratmış olacaq. Açıq səthdən düşən atmosfer təzyiqi eyni P0 qalır. Deməli, artıq aşağı hissədəki təzyiq ikinci təzyiq P0 və P0-ın yarısı qədər olmuş olacaq. Yəni 1/5 P0. P2 bölünsün P1, 1/5 P0 böl 2 P0. Bu olur 4/3. Onda 3P1, 4P2'dir. P2'ni tapdığımızda 3P1 böl 4 olur. Bunu da P1 bölünsün 3/4 yazmaq olar. Deməli, ikinci təzyiq birincidən 3/4 dəfə az olmuş olacaq.